Bugün şəhərimiz hər zamankindən daha gözəl görünür. Naxçıvan şəhər mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə gördüyünüz hədiyyə və güllər artıq satışa çıxarılıb. 8 Marta az bir müddət qalıb. Məhz elə insanlar çox uzağa getmədən bir məkana yaxınlaşıb hədiyyə seçimlərini edib qadınları sevindirə bilərlər. Salam aleyküm, bazar olsun. Nə satırsınız burada? Mən təbii məhsullardan, şamlardan buketlər hazırlayıb satıram. Satıram deyəndə əvvəllər hobbi kimi başladım. İndi də o qədər marağım artdı ki, evdə yığdım, çoxaltdım, satışa çıxarmışam. Bəs bu şamlar neçədir? Hər qiymətə var. 10 manat, 15-20 və baxır şamların çoxaldıqca qiymətlər artır. Hamısı öz alışlarımdır. Sadəcə bu güllər alınmalı. Hamısını toxumalı, gipsli, hamısını özüm düzəldirəm. Texnologiya müəllimliyi tələbələrinin hamısı belə işlər işləyir. Sonra isə biz bunları satış sərgidə satıb onlara dəstək oluruq. Nə gözəl. Bəs bunları neçəyə satırsınız? Bundan hamısı uyğun qiymətədir. 8 Marta görə də hamısına endirim eləmişik ki, məsələn bu gülümüz var 40 manatlıq güldür, amma 30 manata endirmişik. Ürək yastıqlarımız normalda 15 manata olur. 8 manata endirimə qoymuşuq. Yaxa broşlarımız 10 manatlıq yaxa broşlarını 5 manata endirmişik. Hamısı yarı qiymətinə endirmişik ki, yəni 8 Marta uyğun olsun. İstədiyiniz növdə buketlər yığılır. Məsələn 5 manata olan da vardı, 10 manat olan vardı, 15 manat olan vardı, 20 manat olan vardı. Gəlin, indi isə yaxınlaşaq, sakinlərin təəssüratlarını öyrənək. Bir qadın olaraq isə 8 Martda hansı hədiyyələrin alınmasını istəyirsiniz? Salam, hər vaxtınız xeyir. İlk öncə bütün qadınları təbrik edirəm, müəllimlərimi, dostlarımı, anamı. Hansı hədiyyələr? Rəssamam deyə rəsm ləvazimatları olsa daha xoşuma gələr. Ən sevdiyim hədiyyə təbii ki də hər bir qadın olaraq güldür. Yəni gülləri çox sevirəm, gül alınsa çox sevinərəm. Bu arada ilk başda anam olmaqla bütün qadınların Qadınlar Bayramını təbrik edirəm. 8 Martda yaxınlarınıza nə almağı düşünürsünüz? Mən düşünürəm ki, qadınların ən çox sevdiyi hədiyyələrdən biri gül olduğu üçün, yəni gül alsaq daha da onları sevindirərik. Fərqi yoxdur, istər hansısa bir ətir ola bilər, hansısa bir buşteriya qismi ola bilər və yaxud da ki, hansısa bir gül qismi ola bilər, fərqi yoxdur. Ümumiyyətlə, çalışmaq lazımdır ki, bugünkü günlərdə xanımlarımızın, qadınlarımızın, analarımızın zövqünü oxşayan hədiyyələr alaq. Sözün açıq hələ bilmirəm, amma baxıram, yarmarka var burada açılıb, çox maraqlıdır əslində. Görək də indi cibimizə də uyğun, fikrimizə də uyğun, ürəyimizə də uyğun nə olacaqsa alacaq, çalışacaq alaq. 8 Martda mən düşünürəm ki, ən yaxşı seçim çiçək ola bilər, gül ola bilər. Bu gözəl gülləri kimlər üçün almısınız? Salam. Əlbəttə, ən yaxın adamlarımı almışam. Həyat yoldaşıma, qızıma, bacıma, bütün qadınlarımızı, bacılarımızı, analarımızı, hamısını bu gözəl bayram münasibətilə təbrik edirəm. Onlara ilk növbədə can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram.